Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən bitkiçilik məhsullarına nəzarət tədbirləri davam etdirilir. İstehsalçılar məhsullarını satışa çıxarmaq üçün müvafiq müraciət ərizələrini təqdim edirlər. Bu mərhələlər çox vacibdir, çünki burada məhsulun sənədləri, keyfiyyət və təhlükəsizlik məsələləri yoxlanılır. Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi Nəzarət Məntəqəsindəyik. Ərizələrin qəbul prosesi necə həyata keçirildiyinə nəzər yetirək. Bitkiçilik məhsullarının ixracın həyata keçirilməsi məqsədi ilə sahibkarlıq subyektləri tərəfindən elektron qaydada ərizə ilə avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemi üzərindən müraciət daxil olur. Müraciət daxil olduqdan sonra müvafiq regional bölmənin əməkdaşları tərəfindən ilkin qaydada sənəd nəzarəti həyata keçirilir və uyğun olduğu təqdirdə müraciət karantin baxış və nümunə götürülməsi məqsədi ilə müfəttişə yönləndirilir. Müfəttiş tərəfindən ixracı nəzərdə tutulmuş məhsul partiyasına karantin baxışı həyata keçirilir. Məhsulların qablaşdırılmasına, etiket məlumatlarının düzgünlüyünə, həmçinin meşə materiallarından hazırlanmış atlıqların beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır. İdxalçı ölkələrin tələbləri nəzərə alınmaqla ixrac olunan məhsul partiyasından nümunələr götürülərək müayinələrin aparılması üçün müvafiq laboratoriyalara təqdim edilir. Laborator sınaq nəticələri uyğun olduqda məhsul partiyası sistem üzərindən sertifikatlaşdırılır, çap edilir və müfəttiş tərəfindən imzalanaraq sahibkara təhvil verilir. Laborator müayinələr nəticəsində uyğunsuzluq aşkar edildikdə məhsul partiyası ixraca uyğun hesab edilmir və sistem üzərindən müraciətdən imtina edilir.